Bizə etik davranış qaydalarına bağlı. Çünki testlər time testlərlə yenilənməyib. Time testi yeniləndə həmin yeniliyi sizə deyəcəm. İndi hələ ki köhnə qaydada keçəcəm sizə. Qanun aliliyi var, vicdanlılıq prinsipi var, sonra peşəkarlıq prinsipi var, daha sonra loyallıq prinsipi var, mədəni davranış var, sonra qərəzsizlik var, bir də ictimai etimad var. Gəlin görək bunlar nədir, nəyə xidmət edir. Özdəki o qədər gözəldir. Baxın, burada var qanun aliliyi. Qanun aliliyində deyir ki, mən qələmimi sıfırlayım, Qanun halində deyir ki, müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikasının konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, habelə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət etməyə borcludur. Bu nə deməkdir? Yəni Azərbaycan konstitusiyasının qanunlarına riayət etmək var, qanunlarımız var, konstitusiyamız var. Hər bir müəllim borcudur ki, ona riayət eləsin. Bu onun vəzifəsidir, borcudur. Baxın, adi bir kurikulum. Bu kurikulum yəni bizim dövlətimizə sonradan gəlibdir. Yəni təhsil sistemimizə sonradan gəlibdir və bu da beynəlxalq bir elə bir ki, razılaşma əsasında gəlibdir və müəllimlərin də borcudur ki, bu kurikulumu təhsildə tətbiq eləsinlər. Çünki dövlət bu qanunu qoyub ki, bu kurikulum sistemi tətbiq olunmalıdır və kurikulum sistemində tətbiq olunmalıdır dərslər. Həmçində müəllimlər də bunu öz borcu olaraq bunu tətbiq etməyə başlayırlar. Və qanun ali ilə bağlı onu deyim ki, situativ testlər düşmür. Ancaq məsələn bu konstitusiyasına riayət etmək olsun, qanunların yerinə yetirməsi icrası olsun, bu tip testlər düşsə, birinci düşmür, düşsə də bu tipdə düşür və tapmaq da asan da olur. Bu belə, bu adından göründüyü kimi oldu qanunun aliliyi. Sonra var bizim vicdanlılıq. Vicdanlılıq sizi belə başa salım. Bax, burada deyir ki, vicdanlılıq öz peşə fəaliyyətini səmərəli və keyfiyyətli yeri. Bax, vicdanlığın açar sözü səmərəli və keyfiyyətli, bir də vicdanlıq nümunəsi olmalıdır. Bunları qeyd edeyim. Vicdanlıq nümunəsi. Burada nə var? Vicdanlıq nümunəsi olmalıdır. Burada nə var? Bax, eşitdim sizdən müəllimlər. Filankəs vicdanlı müəllimdir. Bunu necə başa düşürsünüz? Tutaq ki, deyim. Kəmalə müəllimə görür ki, məsələn, onun işlədiyi məktəbdə hər hansı bir məsələn, idman müəllimidir. Keçicə futbol, misal üçün. Futbolla da bağlı mövzudur. Top yoxdur. Amma məsələn, müəllimin ona maddi imkanı çatır ki, cibindən vəsait ayırsın, getsin məktəb üçün, uşaqlar üçün topasın, dərsini daha keyfiyyətlə yerinə yetirsin. Və yaxud da musiqi müəllimi hər hansı bir tutaq ki, musiqidə aləti alıb gətirir, cibindən görür ki, məktəbdə yoxdur və dərsini də keyfiyyətlə keçə bilməyəcək. Ona görə gedir cibindən hər hansı bir vəsait ayırır həmin musiqi alətinə, gətirir uşaqları təmin edir. Onda deyirlər ki, aha, Kəmalə müəllimə çox vicdanlı müəllimədir və yaxud da Səyyad müəllim çox vicdanlı müəllimdir ki, bu məsələn tədbiri həyata keçirdi, belə bir iş gördü. Bu onun vicdanlıq nümunəsinin göstəricisidir və yaxud da vicdanlı müəllim tak uşaqlar o çöldə bir-birini qırır, deyir ki, mənim dərsimdə deyir, ola neyinirəm, çöldə qoyur bir-birini qırır, qırsın, neyinir, nə işimə qalır. Amma vicdanlı müəllim deyir ki, yox, elə şey olmaz. Gedir müdaxilə edir ki, uşaqlar olmaz, bir-birinizdən dalaşmaq olmaz, bir-birinizi vurmaq olmaz, tələmək olmaz. Nə olsun sənin dərsində deyil. Amma uşaqlar bir-birinə zərər yetirə bilər. Bu da vicdanlı müəllimin hərəkətidir. Bu da vicdanlıq nümunəsidir. Ona görə deyirik ki, vicdanlıq keyfiyyətlə və səmərəli, bir də ki, vicdanlıq nümunəsi olmalıdır. Açar sözlər budur. Sonra nə var? Peşəkarlıq fərdi məsuliyyət. Peşəkarlıq fərdi məsuliyyətdə adından gördüyün kimi müəllim öz peşəsini, öz sənətini peşəkarlıqla, məsuliyyətini dərk eləyərək icra eləməlidir. Bu necədir? Bax, bir müəllim var, hətta 8 mən 9 dərsdən qalır. Bu zaman bu həm şagirdlərdə, həm valideynlərdə, həm rəhbərlikdə bir məsuliyyətsiz müəllim obrazı yaradırmı? Yaradır. Deyəcəklər ki, o zaman tutaq ki, filankəs müəllim məsuliyyətsiz müəllimdir. Həftə 8 mən 9 dərsdən qalır. Valideynlər deyir ki, biz istəmirik ki, o müəllim bizim uşağa dərs keçsin. Çünki məsuliyyətsiz müəllimdir. Və yaxud da ki, elə müəllim var ki, sinifdə uşaqlar başlayırlar bir-birinə dalaşmağa və yaxud da xaos yaradırlar. Məsələn, elə müəllim var ki, onu yatışdıra bilmir, o xaos sakitləşdirə bilmir. Amma eləsi var ki, özünün strategiyası olur, üsulu olur, peşəsi, məsələn, peşəkar da o müəllim. Peşəkarcasına öz fəaliyyətini yerinə yetirir, sinifi sakitləşdirir, ələ alır, qoymur ki, bir çıxılı səs də çıxsın. Bu zaman nəyi görürük burada? Burada peşəkarlıq görürük. Həmçində digərində dediyim kimi, digərində də məsuliyyət görürük. Peşəkarlıq və fərdi məsuliyyətdə budur. Adından, yəni bir-birinin adı ilə əlaqəlidir məntiqi olaraq. Sonra loyallıq var. Loyallıq da çox qəşəng, sadə bir mövzudur. Başlıqdır daha doğrusu. Loyallıqda prinsipdir. Loyallıqda nə var? Loyallıq odur ki, müəllim
açar sözlər demir. Yerli yersiz müdaxilələr etməməlidir. Yerli yersiz istər öz müəssisəsi, yəni öz məktəbi olsun, istər qonşu məktəbi olsun, istər öz kollektiv olsun, öz rəhbərliyi olsun. Yerli yersiz fikirlərdən, sözlərdən çəkinməlidir. Misal üçün müəllim deyir ki, ta ki 117-nin bir müəllimi deyir ki, 326-nın məktəbi çox bərbad gündədir. Yəni nə müəllimlər dərs keçir orada, nə rəhbərlik deyil. İndi müəllimə deyirlər ki, həmin müəllimə, ay müəllim, hardan bilirsiniz? Qalib deyir ki, müəllim, eşitmişəm. Bu fərziyyədə axı, o həmin müəllim fərziyyəsidir axı. Sən onu dəqiq görmüsənsə, əgər o həqiqətən varsa, onda tutaq ki, qanunla deyə bilərsən. Amma qanunsuz eşitmişəm, dildən dilə gəzirsə, artıq bu sənin fərziyyəndir, bu loyallıqdır. Yəni bir növ necə deyim, lazımlı boş-boş danışmaqdır. Bax, belə başa düşün loyallıq. Boş-boş danışır, olmayan şeyi danışır. Və yaxud da məsələn üçün tutaq ki, deyir ki, filan məktəbin direktoru pul yığır və yaxud da filan məktəbin uşaqları çox öz başınadılar. Yəni eşitdiyini hardansa qulaqdan qulağa eşidib danışır. Amma qanunla sübut eləyə bilmir. Çünki eşidib. Bu loyallıqdır. Loyallıqda deməli dedik ki, həm istər öz müəssisəsi olsun, istər başqa müəssisə olsun, yerli yersiz danışıqlardan, mülahizələrdən çəkinməlidir. Xələl gətirəcək nüfuzuna, müəssisənin nüfuzuna xələl gətirəcək mülahizələrdən çəkinməlidir. Bu loyallıqdır. Sonra var mədəni davranış. Mədəni davranış ən gözəl prinsiplərdən biridir. Mədəni davranışda nədir? Müəllim, baxın, mən sualım sizədir. Görüm kim var burada. Bu sualı sizə verəcəm. Adın çəkən kimi qaçacaqlar. İstəmirəm heç adınızı çəkəm. Aha, misal üçün burada var elə Aynur müəllim. Gəlin sizə müraciət edim. Aynur müəllim. Mədəni davranan müəllim necə olmalıdır? Sizin adını çəkəndə qorxmusunuz. Ona görə çəkirəm. Mədəni davranan müəllim necə olmalıdır? Mədəni davranan müəllim həm sözündə, həm geyimində həmişə nümunəvi olmalıdır. Sonra tənqidlərdən nəticə çıxartmalıdır. Bəli, doğrudur. Tənqidlərdən nəticə çıxartmalıdır. Aynur müəllim demişkən, həm geyiminə diqqətli olmalıdır, səliqəli olmalıdır. Danışığına, bəli, çox gözəl və danışığına diqqət eləməlidir. Misal üçün, gəlin məsələlər gətirək buna. Ta ki, sinifdə uşaqlardan biri çıxıb partanın üstünə, müəllim də içərdədir. Müəllim uşağa deyir ki, yəni oturuş aşağı. Uşaq başlayır müəllimdən, heç müəllimi saymır. Müəllim əgər desək ki, tutaq ki, müəllim də bundan ağzınıza gəlsə ki, ay səviyyəsiz, ay filan kəsin uşağı, ay filan kəsin oğlu ağzına gələr təhqir eləsə, danışsa, bu zaman müəllim mədəni davranış prinsipini pozmuş olur. Müəllim uşaqla, bəli, danışıqlara getməlidir. Mədəni danışmalıdır, yola başa salmalıdır. Səmimi olmalıdır müəllim, səmimi olmalıdır, insan olmalıdır. Bəli, gördü, başa düşmədi. Bir müəllimimiz var, Günay müəllimdir, tutdu qolundan sürürsən çölə. Gördü, başa düşmədi, siz eləməyin. Siz eləməyin. Gördü, başa düşmədi, gedin məsələn, onun məktəbin psixoloqu var. Psixoloqla əlaqələr yaradın ki, aha, bu uşaqla, yəni psixoloqa ehtiyacı var da bu uşağın. Psixologiyası yerində deyil. Onunla bərabər işləyin. Artıq məsələn gördünüz ki, o da əmələ gəlmədi, valideyni ümumiyyətlə həmişə çalışın valideynlərlə bir yerdə işləyin. Valideyni cəlb edin. Yəni bir növ ümumilikdə uşaqla sərt danışmayın. Uşağı tənqid eləməyin. Mədəni davranış budur. Bir də ki, tənqid fikirləri açıq olmalıdır. Bu nə deməkdir? Məsələn, açıq dərsdir. Tutaq ki, deyim ki, Sevda müəllimin açıq dərsidir. Sevda müəllim açıq dərs prosesində digər yuxarıdan nümayəndələr, rəhbərlik gəlib oturur. Onlar ki, məsəl üçün hardasa səhvə yol verər, deyirlər ki, məsəl üçün Sevda müəllimə bu hissələrdə düzəliş eləsəz daha gözəl olur. Əgər Sevda müəllim bu fikirləri açıqca, bəli, çox sağ olun, yəni fikirləriniz üçün təşəkkür edirəm deyirsə, demək bu Sevda müəllim mədəni davranış prinsipinə riayət etmiş olur. Amma məsələn, elə müəllim də var ki, deyir ki, onu pis qarşılayır. Deyir ki, yox, siz niyə səhv tutdunuz mənə, belə elə. Amma müəllim tənqid fikirlərə açıq olur. Səhvini qəbul etmək istəmir də müəllim. Belə olmalıdır. Bəli, doğrudur Aynur müəllimə, doğrudur. Yaxşı. Bu da oldu bizim mədəni davranışımız. Bir də var qərəzsizlik. Bax, adından göründüyü kimi qərəzsiz yanaşmalıdır. Müəllim istər dini olsun, istər irqi olsun, istər cinsi olsun, istər sosial olsun. İstər sosial olsun. Bunların hər birinə bərabər yanaşmalıdır. Qərəzsiz yanaşmalıdır. Bax, bu necə deyim? Kimsə səsi açıqdır, qocam kim səsi açıqdır. Kim səs söylə? Həbbə müəllimənin səsi açıqdır. Bir dənə, ola ki, Həbbə müəllim uşaqlardır. Allah saxlasın. Bağlıydım mən də. Elə, yaxşı, onda kimsə uşaqların səsi gəlir. Aha.
Gərəzsizlik odur ki, məsələn, sinifdə elə uşaqlar olur ki, o irqi cəhətdən, misal üçün deyim ki, bu başqa irqə aiddir. Müəllim əgər onlar arasında fərq qoyursa və yaxud da elə müəllimlər var ki, qızlar oğlanlar arasında fərq qoyur, burada cinsi ayrıq seçkilikdir. Fərq qoyursa gərəzsizlik prinsipini pozmuş. Həm də mənim varlı kasıb da var da burada. Elə uşaqlar var ki, varlı imkanlıdır. Bəli, bu da sosial müəllim onlara fərqdir. daha xüsusi diqqət yetirir. Bəli, bu da sosial fərqdir. Bunlara da gərəzsizlik prinsipidir. Bir də var, kənar müdaxiləyə icazə verməməlidir müəllim. Bu nə deməkdir? Baxın, müəllim dərsin icrası zamanı, tutaq ki, deyirəm, Aynur müəllim dərs icrası zamanı kənardan biri gəlib deyir ki, bu filan kəsin uşağıdır, ona qiymətini qaldırarsan, yüksək yazarsan. Buna icazə verməməlidir ki, Aynur müəllim, kənar şəxs bunun işinə müdaxilə eləsin. Bu da gərəzsizlik prinsipidir. Kənardan müdaxilə budur. Əgər müəllim o kiminsə sözünə qulaq asıb onun qiymətini təsir edirsə, qaldırırsa, demək müəllim gərəzsizlik prinsipini pozmuş olur. Bu da oldu bizim gərəzsizlik prinsipi. Oldu mədəni, irqi, dini, cinsi, sosial fərq qoymamalıdır. Bir də kənardan heç bir müdaxiləyə icazə verməməlidir. Bu da gərəzsizlikdir. Sonra var ictimai etimad. Ictimai etimad odur ki, müəllimlər, ictimai etimad odur ki, müəllim cəmiyyət içərisində öz nüfuzunu qorumalıdır. Müəllim nüfuzunu qorumalıdır. Bax, elə situasiya bizim tanıdığımız məktəb var, tanıdığım bir məktəb var. Orada məktəb direktorunun belə deyim, sosial şəbəkədə qeyri-etik olaraq bir istənmədən dərsin əlimi deyək, nəsə uşaqlar tərəfindən şəkli paylaşılmışdı. Bu zaman bütün kənd əhalisi ayağa qalxdı, dedi ki, elə uşaqlar zat həmin direktor məktəbdən çıxsın, biz onu istəmirik və həmin direktor da həqiqətən çox yaxşı insandır. O tez bir zamanda məsələn açıqlama verdi müəllimlərə, o nüfuzunu bərpa etdi cəmiyyət içərisində. Cəmiyyət içərisində nüfuzunu bərpa elədi və bu da ictimai etimaddır. Etimadını bərpa elədi. İctimai etimadını geri qazanmış oldu. Bu da oldu bizim. Bir də ictimai etimadda nə var müəllimlər? Onda deyim ki, kim var? Deməli, kütləvi informasiya vasitələri. Kütləvi informasiya vasitələrində məsələn qanunla, əgər qanunladsa məlumat verməlidir. Bax, məsələn, məktəbdə hadisələr olur da məktəbin daxilində. Məsələn, uşaqla uşaq dalaşır, ciddi bir-birinə zərər yetirir. Əgər misal üçün qanunla müəyyənləşmiş halda gəliblərsə, bu kütləvi informasiya vasitələri deyəndə məsələn televizorlar xəbər bundan gedir də, kanallar. Əgər qanunla gəliblərsə, bu haqda məlumat verməlidir. Ətraflı məlumat verməlidir ki, yəni vəziyyət belə olub, belə baş verib bu hadisələr. Bu da ictimai etimada aiddir. Bu deməli ki, həm də yalan məlumat verməməlidir da. Bəli, cəmiyyətə yalan məlumat verməlidir. Yalan məlumatların qarşısı ola bilər ki, bəlkə yalan məlumatlar yayılıb. O yalan məlumatların da qarşısını almış olur müəllim həmin ətraflı məlumatı ilə. Bu da oldu bizim ictimai etimadımız. Bir də var konfidensiallıq. Konfidensiallıq da çox gözəldir. Konfidensiallıq bir növ siz necə başa düşürsünüz? Gizlilik. Gizliliyi təmin eləməlidir müəllim. Bax, misal üçün deyim, Günay müəllimə, Günay müəllimə buradadır. Yox, Günay müəllimə çıxıbdır. Olsun Həbbə müəllimə. Həbbə müəllimə eşidir ki, uşaqların məsələn ailəsində görür ki, uşaq hər dəfə gəlmir, valideynə zəng edir, deyir, ay valideyn, sən uşaq nəyə gəlmir? O da deyir ki, ailəvi problemlə bağlı. Deyir, nəsə problemimiz var, biz artıq boşanırıq, otaq ki, ailəmizdə, müəllim, xahiş etmiş kimi, məsələn, ona görə uşaqda da psixoloji nəsə problem var da, gəlmək istəmir. Həbbə müəllim bunu eşitdi. Gedir otur kitab müəllim otağında, sumkasını qoyur, deyir, ay müəllimə, eşitmisiniz? Falan kəsin valideynləri boşanır. Xəbəri çatdırdı. Bu da gizliliyi pozdu. Həbbə müəllimə konfidensiallik prinsipini pozmuş olur. Çünki gizliliyi pozur. Çünki valideyn deyir ki, xahiş edirəm ki, Həbbə müəllimə heç kimə deməyin. Həbbə müəllimə də çatdırır sırası digər müəllimlərə. Və yaxud da ki, uşaqla bağlı hər hansı bir məsəl üçün valideyn icazı keçirirsiniz. Valideyn icazında uşaqla bağlı elə nüanslar olur ki, şagirdlərlə bağlı. Onun hər kəsin sənin deyilməməlidir, bütün valideynlərinin. Adıyla məsələn, həmin uşağın valideynlə danışıqlar aparırsınız, həmin uşağın valideyninə deyirsiniz. Yəni konfidensiallıq, gizliliyin təmin olunması. Həm uşaq, həm valideyn, həm elə öz məktəb yoldaşı olsun, kollektiv yoldaşı olsun, kollegiyası olsun. Onlarla bağlı gizliliyi təmin eləməlidir müəllim. Bu da oldu bizim konfidensiallıq prinsipimiz, gizliliyin təmin olunması. Amma müəllimə, burada bir istisna var da, məncə burada. Qanunla onu deyirsiniz. O hər birisi də elədir. Əgər qanunla, bəli, o heç, qanunla icazə verilirsə, tutaq ki, bu verilməlidir, bu xəbər deyilməlidir, o heç, o istisna öz yerində, bəli, o deyilməlidir. Amma ümumilikdə konfidensiallıqda gizlilik təmin olunmalıdır. Bu da bizim prinsiplərimiz, müəllimlər. Gördünüz nə qədər asan, nə qədər belə başa düşülən. Gördünüz Səyyad müəllim, Aynur müəllim, Aynur Məmmədova, Həbbə müəllim, İbrahim, Nəmin, Şəfqət, Sevda, Əlvi müəllim. Gördünüz, rahatdır. Bəli, asandır. Ümumiyyətlə, Rəsmiyə müəllimə, suallar nə qədər mövzular çətin olsa, siz elə gözəl izah edirsiniz. Yəni,
Bu yadda qalır. Zaman oxumağa bilmirəm. Çox sağ olun, Vallahi. çox sağ olun müəllimlər. Təşəkkür edirəm. Verdiyiniz dəyər üçün, əziyyətimə dəyər verdiyiniz üçün təşəkkür edirəm hər birinizə. Mən də həqiqətən sizlər üçün can qoyuram dərsə. Sizdən qabaq həqiqətən daha da çox çalışıram ki, daha çox materiallar əldə edeyim sizin üçün, testlər əldə edeyim, sizlərlə təmin edə bilim. Aha, bu da belə. Bir də müəllimlər, burada nələr var? Burada münasibətlər var. Məsələn, müəllimin kollektivlə və digər müəllim yoldaşlarla münasibəti var, rəhbərliklə münasibəti var, sonra təhsil alanlarla, yəni şagirdlərlə münasibəti var. Digərlərinin sadə cəmiyyətdə münasibəti var. Bunları da oxuyacaqsınız. Vəssalam. Bunları oxuyun ki, nəsə deyim, əzbərləyəcək ya nəsə bir şey yoxdur da burada məntiqi bir əlaqə yadda saxlayacaq. Məlumatınız olsun. Bildiyiniz şeylər də onlarda. Gündəlik olaraq məktəbdə rastlaşdığınız bildiyiniz hadisələr də onları oxuyun ki, məlumatınız olsun. Bu da oldu bizim etik davranış qaydalarımız. Kimisə nəsə sualı varsa buyursun. Yoxdursa mən test açıram. Var müəllimlər sualınız? Yox. Yoxdur, əla. Gəlin etik davranış qaydalarına bağlı bir dənə də test açam, 2-3 dənə də testə baxaq. Aha. Görək nə dərəcədə başa düşmüşük. Vaxtımız yetdiyi qədər. Hə. Buyurun. Deməli oxusun İbrahim müəllim. Xəyala müəllimə nəzakətli və xeyirxahdır. Ən çətin situasiyalarda belə təmkinli dayanır, davranır. Buna görə də bütün sinif yoldaşlarım və mən Xəyala müəllimi çox sevirik. Verilənlərə əsasən müəllimin hansı etik davranış prinsipinə uyğun tələb yerinə vicdanlı davranış müəllimi. Mədəni davranış. Əgər o müəllim Mədəni nəzakətli. davranış. Aha, baxın, gəlin testlər üzərində izahatım var. Əgər mədəni davranırsa, mədəni nəzakətlə danışırsa, davranırsa, xeyirxahdırsa, bu mədəni davranışa aiddir. Təmkinlidirsə, tənqidi təfəkkürlər, məsələn, tənqidi mülahizələri, ona daha sürülən fikirləri qəbul edirsə, bunların hər biri mədəni davranışa aiddir. Aydın oldu İbrahim müəllim. Bəli müəllim, bəli. Nərmin müəllimə, ikinci sual oxuyun. Səhlə müəllim 2-ci sinif şagirdi. Nərminin ailəsi ilə bağlı məlumatın gizliliyini qoruyub saxlaya bilmədi. Gizliliyi qoruyub saxlaya bilmirsə də konfidensiallığı pozur. Bəli, gizlilik, konfidensiallıqda doğrudur. Şəfqə müəllimə. Gəlin bunu çıxaq. Şəfqə müəllimə 4-ü oxuyun. Müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrində loyallıqdır da müəllimə. Bəli, loyallıqdır. Həm öz müəssisəsi, həm digər müəssisə haqqında yerli yersiz tənqidi mülahizələrdən çəkinməlidir. Loyallıqdır. Doğrudur. Sonra Həbibə müəllimə. 5 oxuyaq. Mən oxuyum müəllimə. Aha, buyurun oxuyun müəllimə. Aynur müəllimə, buyurun. Dağlı davranmış. Yəni, müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Uyğunluğu müəyyən edin. Yəni, burada mədəni davranışa gedir. Doğrudur Aynur müəllimə, doğrudur. Həm səmimi, həm çalışqan, təşəbbüskar, xarici görkəminə diqqət geyiminə, bəli, mədəni davranışa aiddir. Çox doğru. Təşəkkür edirəm Aynur müəllimə. Çox gözəl. Sonra 6-cı oxusunu, axı 6-cı oxusun Həbbə müəllimə, yəni müsait olanda istədiyiniz vaxt səsi açıb oxuya bilərsiniz Həbbə müəllimə. Yaxşı? Sonra 6-cı oxusun Günay müəllimə burada. Yoxdur. Sonra Ülvi müəllim oxuyun 6-cı. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsil alanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir.
Mənim burada şeydir də, peşəkarlıq fərdi məsuliyyəti. Bəli, peşəkar fəaliyyəti ilə adından göründükmü şəxsi nümunəsi ilə. Doğrudur, inamını, məsələn, dedim, əgər müəllim hər gün dərsdən qalırsa, inamını itirir də, digər müəllimlər ona artıq laqeydlə yanaşır. Digər valideynlərin özü də deyir ki, istəmir ki, son müəllim bizə uşağa dərs keçsin. Doğrudur, peşəkar və fərdi məsuliyyət, çox gözəl bir müəllim. Sonra 7-ci sual. Kim oxumayıb olsun? Oxuyum müəllim. Bəli, buyurun. Bu asandır. Buyurun. Kütləvi informasiya gedirsə müəllim burada ictimai etimad. Bəli, kütləvi informasiyada ictimai etimaddır. Sonra Səyyad müəllim. Səyyad müəllim. Səyyad müəllim burada. Bəli, oxuyuram müəllimə. Aha. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməlidir. Müəllim özünün və maraqlı şəxslərin mənafələrinə vəzifə funksiyalarının icrası zamanı ona təsir etmələrinə yol verməməlidir. Müəllimə burada vicdanlı davranış. Yox, qərəzsiz yanaşmalıdır. Əgər müəllim özünün və ya maraqlı şəxslərin mənafələrinə vəzifə funksiyalarına icrası zamanı onu Qərəzsizlikdən. qərəzsizlik müəllimə. Aha, bilirsiniz niyə qərəzsizlik Səyyad müəllim? Bilirsiniz niyə qərəzsizlik deyirik? Bax, dedik qərəzsizlikdə bilirsiniz nə var? Dedik ki, kənar şəxslərin müəllimin işin icrasına, müdaxiləsinə icazə verməməli. Niyə? Bax, dedik axı bayaq bir nəfər gəlir deyir ki, ta ki Səyyad müəllim, bu uşaq falan kəsin uşaqdır, onun qiymətini yüksək yazın. Bax, kənardan müdaxilə oldu mu müəllimə? Müəllim amma icazə verməməli müdaxilə. Bax, bu o müdaxilədir. Yaxşı müəllimə? Müəllim. Anladım. Bəli, odur. Vəzifə icrası zamanı ona təsir etməsinə yol verməməlidir kənar şəxslərin. Doğrudur. Ona görə qərəzsizlik. Sonra 9 kim oxumayıb oxusun? Mən görə bilmirəm. 9 oxuyum müəllimə. Məsələn, mən görmürəm kim var burada. Əgər başqa heç kim həm oxudusa, həm oxudu. Bəli, oxuyum bu. Yaxşı, oxuyun. Siz oxuyun, sonra oxuyun. Müəllim vəzifə funksiyalarını icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Təbii ki, qanunçuluq. Bəli, qanunçuluq, çox gözəl, doğru, qanunçuluq, əla. Aha, bu qədər. Bu qədər müəllimlər, bu qədər artıq yəni nümunə üçün də testlərdə işlətdim sizin hər birinizə. Ümid edirəm ki, mövzu da aydın oldu. Testləri göndərəcəm, mövzuları göndərəcəm. Kiməsə nəsə sualı varsa, buyursun. Var? Yoxdur müəllimə. Yoxdur, yaxşı. O zaman müəllimlər, gecəniz xeyrə qalsın. Gələsiniz, göndərər sizə